Salam dostlar hamınıza. Bu videoda Xiaomi Poco M7 Pro adlı telefonu incələyirik və başlaya bilərik. İlk öncə dizaynla mən biraz danışmaq istəyirəm. Dostlar, telefonun dizaynını mən şəxsən çox da bəyənmirəm. Nəyə görə? Çünki biraz asimetriya burada pozulubdur. Və həmçinin burada görmüş olduğunuz üzrə bu xətt var. Məsələn, bu kamera blokunun bu xəttlə bir dayanmağını mən istəyərdim. Amma çox təəssüflər olsun ki, yəni bu belə deyil. Və ön tərəfdən də biz görmüş olduğunuz kimi əsas məlumatları burada qeyd ediblər. AMOLED ekran zadı var dostlar və biraz çərçivələrindən də görəndə görürük ki, biraz qalın çərçivədir və qiyməti də olduqca əlverişli olduğuna görə plastik gövdədən istifadə olunubdur, yəni. Telefon 5G-ni dəstəkləyir və 190 qram çəkisi var. IP64 su sıçramalarına qarşı sadəcə dayanıqlığı mövcuddur. 120 Hz AMOLED bir ekrandır. HDR10+ dəstəkləyir. Bu da canlı bir ekran deməkdir. Dolby Vision dəstəyi olmağı da həqiqətən yaxşıdır. Əgər siz bu telefonda görüntü keyfiyyətini axtarırsınızsa. Təbii ki, hər insan üçün bu önəmlidir. Corning Gorilla Glass-ın 5-ci səviyyə şüşəsi ilə qorunan bu ekran Full HD plus bir ekrandır. MediaTek-in Dimensity 7025 Ultra prosesorundan işləyir və bu prosesor heç də yavaş bir prosesor. Prosesor deyil, ortalama bir prosesor gedir hələ də və AMD BXM 8256 adlı qrafik kartdan istifadə edərək işləyir. Birazdan mən bunun testlərini də sizə göstərəcəyəm. UFC 2.2 standart yaddaş dəstəyi mövcuddur. Çox sürətli deyil, çox yavaş deyil. Kameramız 50 megapikseldir, f1.5 yaxşı kameraya sahibdir. Qaranlıq vəziyyətdə də yaxşı şəkil çəkə bilər, optik stabilizasiya ilə gəlir. Və 1080p 30 fps. Ön kameramız f2.2-lik 20 megapiksellik kameradır. Bu da 1080p 30 fps video çəkir. Təbii ki də qaranlıqda biraz yaxşı şəkil çəkməyə bilər. Diafraqması biraz balacadır. Cüt kolonkaya sahibdir və qulaq rejisi də var. Həm də bu Dolby Atmos-u dəstəkləyir bu səsdə. NFC mövcuddur. Pult kimi də istifadə eləmək olar telefonu, yəni yaxşıdır. Ekranımız AMOLED olduğuna görə də parmaq izi ekran altına yerləşdirilə bilibdir və 5110 mAh bateriyamız var. 45 W'lıq zaryadkanı dəstəkləyir. Və dostlar, görmüş olduğunuz kimi nəhayət 1 saatlıq testin sonucunda demək olar throtlingimiz yoxdur. Bu da deməkdir ki, bu telefon isinmir çox da. Və görmüş olduğunuz kimi hələ Demboli 3 dərəcədə testlərdə düşübdür. Yəni bu həqiqətən yaxşı telefondur, az isinir. M7 Pro 671.000 xal yığır Antutuda və həqiqətən bu kifayət qədərdir öz qiymətinə görə. Və dostlar, telefonumuz sadəcə 500 manat təşkil edir. Təbii ki, bu nəqd alış zamanı keçərlidir. 600 manat qiyməti var telefonun normalda. Yəni bu telefon haqqında son rəyim də budur ki, pis telefon deyil, biraz dizaynı mənə üzür təbii ki, amma yenə də sizin öz fikrinizdə əsaslanan bir durumdur bu, seçim məsələsindən gedir söhbət. Yəni bu qədər. Dostlar, videonu bəyənərək kanala abunə olmağı unutmayın, özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.